Endometrial və yaxud da ki, endoservikal poliplər. Yaranma səbəbi tam məlum olmasa da, adətən hormonal pozuntular nəticəsində yaranır və uşaqlıq boşluğunda və servikal kanalın daxilində törəmə şəklində formalaşır. Adətən xoş xassəli törəmələrdirlər. Bəzi hallarda xanımlarımıza poliplər simptomatika verir, bəzi durumlarda isə sadəcə profilaktik müayinədə, ultrason müayinəsində və adi ginekoloji müayinədə aşkar olunur. Simptomları nələr ola bilər? Adət zamanı qanamaların miqdar və müddət olaraq çox olması, iki adət arası qanamanın olması, adətin ləkələnmə tərzi başlayıb ləkələnmə tərzi bitməsi, cinsi əlaqədən sonra qanamanın olması, qarnın alt hissəsində olan ağrılar. Bax, bu poliplərin simptomatikası ola bilər. Simptomsuz durumlarda qeyd elədiyim kimi aşkar olunur. O zaman profilaktik müayinə zamanı biz bu polipləri ultrason müayinəsində və ya ginekoloji müayinədə görürük. Bəs müalicə üsulu necədir? Müalicə üsulu həmin poliplərin tamamilə götürülüb histoloji müayinəyə göndərilməsidir. Əgər endoservikal və ya endometrial poliplərdirsə, bu poliplərin götürülmə üsulu histeroskopiya metodu ilədir. Yəni boşluğa endoskop vasitəsilə daxil olaraq həmin poliplərin belə deyək, endometrium birləşdiyi yerdən kəsilib çıxardılması. Bəzən suallar eşidirik ki, doktor, mən polipdən biopsiya elətdirdim, xoş xassəli gəldi, daha sonra cərrahi əməliyyata götürdülər məni. Yaxşı olar ki, polipləri biopsiya deyil də tamamilə götürülüb histoloji müayinəyə, yəni biopsiya analizinə göndərilsin. Bir də ən çox soruşduğunuz sual yenidən əmələ gəlir. Eşitmişəm, yenidən əmələ gələ bilirmi? Bəli, poliplərin residiv vermə xüsusiyyəti var, yəni təkrarlanma xüsusiyyəti var. Hansı hallarda bu çox rast gəlirik? Adətən poliplər vəzli, xüsusən də ki, endometrial boşluqda çox saylı olarsa, bunların əmələ gəlmə riski daha çox olur. Bu sualınızda da belə cavab vermiş olum. Polipləri biopsiya elətdirmirik, polipləri tamamilə birləşdiyi yerdən ayaqcığı ilə götürürük, elə histoloji müayinəyə göndəririk və simptomlar da onda bitir. Hər kəsə sağlam olmağı arzu edirəm.